Bir var idi, bir yox idi. Bir kənddə yaşlı, amma əkib biçməkdən doymayan bir kişi və onun daim toyuqlara dən atmaqdan xoşu gələn arvadı yaşayırdı. Onların geniş bir bostanı vardı. Bu dövrdə çox təbii qida tapmaq asan olmadığı üçün orada çoxlu müxtəlif meyvə və tərəvəzlər becərirdilər. Bir bahar səhəri qoca kişi bostanda turp əkdi. Vaxt gəldi, turp elə böyüdü ki, hər kəs heyrət içində qaldı. Qoca kişi nə qədər böyük olduğunu görüb, mən axı əlavə gübrələr, vasitələr işlətməmişəm. Bu necə mənim boyuma gəlib çatdı? İndi mən bunu necə çıxardacam? Öz-özünə dedi və çıxarmağa çalışdı. Amma heç cür çəkib çıxara bilmədi. Qoca kişi dedi, belim qopdu ay arvad, bəsdir toyuq dənlədin. Gəl mənə kömək et. Görürsən ki, bu turp çox böyükdür. Qoca arvad dedi, ay kişi, nə tez qocaldın, turp da çıxara bilmirsən. Gəlirəm. Gəlib kişinin belindən tutdu. Qoca kişi də turpun yarpaqlarından tutub birlikdə çəkdilər, ancaq turp yerindən tərpənmədi. Bu dəfə qoca arvad qız nəvəni səslədi. Bura gəl, ay qız, bizdə can qalmadı, gəl bizə yardım et. Nəvə qaçıb gəldi. Qoca arvadın əlindən yapışdı. Qoca arvad isə qoca kişinin belini buraxmadı. Birlikdə yenidən turpu çəkdilər. Çəkdilər. Amma yenə də turp çıxmadı. Nəvə də özməyib çağırdı. Ay it, biz bu boyda insanlar bacarmadıq. Gəl görək sən nə edirsən? İt dedi. Sən mənimlə necə danışırsan qız? Nağıllar aləmindəyik, fikir eləmə. İt qaçaraq gəldi. Nəvənin belindən yapışdı. Yenə birlikdə çox güc sərf etdilər. Ancaq turp hələ də köklərindən möhkəm yapışmış, çıxmaq istəmirdi. İt baxdı ki, iş alınmır. Pişiyi çağırdı. Pişik, bütün gün yatmaqdan bezmirsən? Bəlkə özünə zəhmət verib ailənin qida əldə etməsindən sən də bir xeyir verəsən. Yuxudan oyanan pişik dedi. Yuxumun bu gözəl çağında bu nə işdir tutursuz? Pişik yavaşca gəldi. İtin quyruğundan yapışdı. Hamı birlikdə çəkdi. Amma turp yenə tərpənmədi. Pişik də çarəsiz qalıb siçanı səslədi. Ay siçan, bu insanların qonşudan, tanışdan adam çağırmağa niyyətləri yoxdur. Heç olmasa sən gəl. Bu zaman mətbəxdən pendir götürən siçan pendirini yoldaşlarına ötürüb dedi. Bu insanlar normalda künc bucaq qoymazlar. Hey məni qovarlar, amma indi kömək istərlər. Siz gedin, bunu yuvaya aparın. Mən gəlməmiş toxunmayın. Siçan ehtiyatla pişiyin quyruğundan tutdu. Hamı var gücü ilə turpu dartdı. Elə bir an gəldi ki, axırda turp həyat mübarizəsini dayandırmağa məcbur oldu. Çıxıb hamını aşırdı. Beləcə hamı yerə yıxılıb güldü. Böyük turpun sonunda çıxması hər kəsin sevincinə səbəb oldu. Qoca kişi və arvadı bu turpu böyük bir ziyafət üçün istifadə etdilər. Bütün ailə və dostlar da bu bol nemətdən nəsibini aldı. Bu hadisə göstərdi ki, bir işin öhdəsindən tək başına gələ bilməyən də birlikdə səylə çalışmaq bütün çətinlikləri aradan qaldıra bilər.